Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri bir daha Bərdə Maşın Bazarından salamlayıram. Maşınların qiymətlərini öyrənib sizlərə təqdim edəcəyik. Zəhmət deyilsə kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Qardaş, Allah xeyir versin. Sağ olsun. Niva maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin bilək. Necə maşındır maşınınız? Qardaş, maşın Beskraska maşındır, 2013-dür. Probeki də azdır, baxa bilərsiniz, çəkərsiniz. Nə qədərdir probekti siz? Maşın dolu maşındır da. Çəkə bilərsənsə ya. Maşınımızın deməli probekti 125.000. 826. 125.826 bugünkü göstərisi. Silinə görə probeki yaxşıdır. Bahalı aparaturası var. Kolonkaları. Kolunun 2 qat 5 gün kolunu, salon yığılır, hər şey. Yəni maşın bugünkü günə bir manat tərs tələb eləmiş. Nə vaxtdan da sizinkidir maşın? Maşınlar isə 2 ildir məndədir. Öz tanıdığım adamdan almışam. Aform etibarnamədir mi? General Davenus'la. Yeniləyirsiniz deməli. Bəli. Vaxt yuxarı. Texniki vaxt sığorta var. Sığortanın vaxtına az qalıb, amma texniki başı var. Alandan sonra xərciniz oldu maşına, yoxsa bu cürə idi? Yox, bir 1000 manata yaxın xərclənmişəm, belə özüm üçün də. Dediyim kimi aparatura yığdırmışam, nə bilim. Ha, o işlər siz eləmişəm. Motorunu yığdırmamışsınız ki? Yox, motorunda problem yox. Yağ azaltma səs yoxdur. Heç bir problem. Nə yağ azaltmağa, nə razatda işləklə getdə. Karobkada problemi Heç yoxdur. bir problem yoxdur. Yəni almaq istəyən harda istəsə yoxlaşdıra bilər. İstədiyin vaxt dördündə qoşa bilirsən. Bir boy var. Diferlərdə səs yoxdur. Heç bir, nə səs yoxdur, nə titrəmə yoxdur. Yəni Ha, bunlarda deyirlər biraz yüksək sürətdə titrəmə olur. ümumiyyətlə Nivanın hər birində olur, amma onun az-çox fərqi var da. Kardanda o yerindən tərpədəndə sirkələnmə olur, neyinir, elə bir şeylər. Yəni maşın satılan maşın olmuyor, incidən olmuyor maşın. Altı necədir? Zədə yoxdur polunda. Nə çürüyü var, nə pası var, yenə deyirəm, alan aparsın, yoxlaşdırsın, arasındansa bir çəkə olsa, bir problem olsa qiymətdən çıxılar, əgər olsa. Peredokda səs-küy yoxdur Heç ki. bir səs-küy yox. Təkərlərdəki təzə deyilə bilir. Təkərlər təzədir, qış təkəridir, qış boru təkəridir. Disklər özününki yoxsa dəyişildi? Yox, dəyişikdir. Bunlar, bu disklər il təzə maşınlarda gəlir. Sadə Nivadda bunlar, urban deyirlər. Urbandu sənədə də yazılır. Hə, sənətdə də urban. Fiyalət patres deyə sürücülərdir. Dəyişən nəsə varmı? Qapı, krel, kapot, Heç bir dəyişən detal yoxdur, xırda kosmetik işləri olur. zavod kraskası hətta. Bəli, Hə, şüşələri təmiz. Yan aynalar düymə ilə qalxır. Center zamok yığılıbdır da, bağlayanda qalxır. Pultu vuranda hə, qaldırır. Belə şitin üstü təmiz, oturacaqlar bayaq dediyiniz kimi yaxşı. İndi üstündəki arxa prujinləri kəsikdir, amma zavod prujinləri də var bagajda. Onu da verəsiniz. Hə, verərəm. Belə də maşınımız yaxşı maşındır. Kondisioner yoxdur ki bunlarda. Yox, kondisioner yox. Rol gidravkadır. ABS var, amma kondisioner yox. Maşınımızın qiyməti neçə? Maşını 10 minə deyirəm, indi real azı olsa razılaşar. İndirimi də var. Hə, Təxmini bir 500-600 manat indirim varmı? olar. Əsas oda əlaqə saxlasınlar. Hə, Nömrəni xatırlada bilərsiniz. olar. Əsas işlək nömrəni deyil. Maşınımız da 50 643 85 82. hansı rayon? Hal-hazırda Xankəndi şəhərində olur maşın, yəni orada qalır. Orada Yəni işləyir. istəyən olarsa Bəli, əlaqə Xankəndi saxlaya şəhəri. sizin gəlib baxa bilər. Uğurlar arzu edirəm Sağ qardaş. olun, çox Siz də sağ olun. Əmoğlu, Allah xeyir versin. Sağ ol qızım, çox sağ olun. 06 maşınını satırsınız. Bəli, satıram. Qara rəngdə deyə çox isti olur, eləmi? Ona görə satırsan. Yox, elə istilik deyəndə sürəndə olsa maşınla Sürənir, sərnişmə elə? gedik. Hə, sərinir də olsa. Nə yaxşı satırıq, ona görə deyirəm. Yox, biraz pul ehtiyaclıydı. Daha yaxşı maşın almaq üçün. Hə, Hə, tək Ola- xeyir işlərə xərcləyin. sağ ol qızım, çox sağ ol. Buyurun, məlumat ver bilək necə Hə. maşındır. Maşının difrində səs yoxdur, karifkası 5-dir. İli neçədir? Hə, ili 92. Siz nə vaxtdan işlədirsiniz? Eş 10-cu ayın içində də almışam. Etibarnamə ilə Hə, işlədirsiniz bəli, yoxsa? bəli. Aform deyil, yox. 10-cu ay, neçə Hə. ay qaldı? 2 ay qalıb, eləmi? Hə, 2 ay qalıbdı. Sahibini tapmasaq nə edəyəm? Elə sahibi qonşumdur, yad deyil. Etibarnamə verəcək bir illik. Hə, verəcək. Nə gözəl insandır. Klient olsun, yəni Texniki gəlib- baxışı, sığortası. Elə onlar da onun kimi yaxınlaşıbdı. Özüm Vaxtına alanda yaxınlaşıb. hamısını özüm keçmişdim. Alandan sonra xərc çəkdinizmi 10 ay içərisində? Hə, Feroda çaşkasını dəyişmişəm, nə bilim, bəzi yerlərini əl gəzdirmişəm. Qonşu allatmadı ki sizi? Yox, elə demişdi. Nəyi var onu demiş. Hə, nəyi var demişdi. Motor nədir bunda?
06-dır, Səmərubrovkadır. Motor klapanlardan təsənnür yağlandı hamısı. Hə, qəşəng. İndi hazırda yağ azaltma səs. Yox, mümkün deyil. O Korobkası nədir? 5. Atması, səsi. Yox, mümkün deyil. Yəni Diferdə səs var? yox. Pol necə? Polunda da çürük, çarıq heç nə ola bilməz. Təzə yığılmış salonlar hamısı təzə yığılıb o maşın. Danqrat yerləri salamatdır. Salamatdır. Yəni Peredokda vəziyyət necədir? yaxşıdır. Səs küyü yoxdur Yox, ki? yox. O alan sürəcəkdir, daşlıqda özü asfaltda yox. Alladası deyil amma baxsın, qiymətindən də lap düşərəm aşağı. Təkərləri normaldır. Hə, yeyilib də yarıdan Dördü də eynidir yoxsa fərq edir? eyni təkərlər. Detallardan qapı, krel, kapot nələr dəyişilib? Onu mən alladaram. Elə nətər almışam elə sənədir. Qonşunu çoxdan işlədirdim yoxsa? Bəlkə onda dəyişilib. Yox, bəlkə də ondan qabaq dəyişirlər. Onda da dəyişilib. Hə, yox, dəyişilir onda. Kosmetik işlər var. Var. Kaskalans Sağ yerləri var. krılodadır. Bir də Hə. kapotunda görünən yerlərdir. Bax, bir dənə burada. Cızıqlar Hə, varmı yoxsa batıqlar varmı? Yox, batıq bir dənə burdadır, bir də sağda krılodadır. Şüşələri necə? Hə. Şüşələrdə qırıq-çat yoxdur Yox, ki? yox. Çırtdaq var yoxsa ləkə görürəm? Ləkə, bir Hə. dənə balaca çırtdaq. Hə, bir dənə bilinmir. qabaq. Yan aynalar əllə mi Hamısı qalxır? işləkdir, özü də Əllə qalxırlar mı? Hə, əllə qalxırlar, ancaq qapılar putla bağlanıb Bağlanır. açılır. Şitin üstü yığılıbdır. Yığılıb da. Oturacaqlar dəyişilib, Bəli. düymə ilə qoyulub. Hə. Hər ikisindədirmi düymə yoxsa ancaq Bəli, yox, sürücü tərəfində? hər ikisindədir. Hər ikisi düymə ilə idarə olunur. Nə Açılır, gözəl. yığılır. Belə də normal maşın. Hə. Aparat da var hətta. Bəli. Səs sistemi. Bahalıdırlarmı yoxsa? Bahalıdır. Yəni heç yoxdursa bir nağd alsa 800 manat olar. Maşınımızın öz dəyəri neçə? 400-ə deyirəm. Nə qədər endirim eləyək ki, bunu aparsınlar? Oradan 4-dən aşağı düşəkmi? yox, 4-dən aşağı yer yoxdur. Onu son 4100-ə verərəm. Hələ 4-ə də vermirsiniz? Yox, 4-ə yox. Hansı rayondasınız? Yevlağın Səmədabad kəndi. Əlaqə nömrəsini deyin, sizin əlaqə 050 788 0266. Allah xeyir versin. Sağ olun, çox sağ olun. Siz Allah də razı sağ olun, olsun. təşəkkürlər. Sağ olun. Aleyküm qardaş. Salam. Maşını satmağa gətirmişdiniz. Bəli. Satmaq olmur yoxsa nədir? Problem varmı? Alıcı çox azdır. Bəlkə havalar isti keçir ondandır. Kondisionerli maşındır, yəni havanın isti keçməyinin bir önəmi Yox, alıcıların özünün bazara gəlməyini deyirəm. Ola bilər, yəni ehtimal var, amma yəni çox azdır. Nə maşındır sizdə? 2017 Ravon. Adı nədir? Ravon. Ravon nə Ravondur? Ravon Erich Nexia. Hə, Nexia. Bəli. Aha. Neçəyə satırsınız? 8 minə deyirəm. İli neçə idi? 2017. 2017-nin də maşınıdır. Bəli. Əlaqə nömrəsini deyin də. 070 808 74 34. Hansı rayon? Ağdam. Uğurlar arzu Sağ olun, edirəm. sağ olun. Qardaş, xeyirli olsun. 06 maşınınızı satırsınız. Buyurun, məlumat verin bilək necə maşındır maşınınız? Normal maşındır, ili 90'dır. Qiyməti 3600 son. Nə vaxtdan sizdədir? 2023-cü ildə. Demək olar ki, 3 ilə yaxındır, eləmi? Aformut etibarnamə. Öz adınız olan maşındır. Alandan sonra xərcləriniz nə olub? Nəsə düzəltdirmişsinizmi? Burada bir xərc çəkməmişəm. Xərc tələb eləmişəm. İndicə xərcləri başlayıb deyəsən, eləmi? Kosmetik işlərini görürəm. Motor nədir bunlarda? Motorun olan bir Motorun vəziyyəti necədir? yaxşı. Yağ azaltması, səsi Yox, yaxşıdır. heç nə yox, səsi yox. Korobkası necə? Korobkası da 5'dir. Atmağı yoxdur ki. Yox, bir səsi yoxdur. Diferdə yaxşı. Altında necədir vəziyyət? Polunda? Qəşəng. Çürüyü, pası. Heç bir şey yoxdur. Danqrat yerləri salamatdır. Hər bir yer. Təkərlər yaxşı. Peredokda səs-küyü yoxdur peredokunda. Yoxdur, teledur. Səs-küyü yoxdur. Təkərləri bayaq dedik normaldır. Maşınınızın dəyişilənləri, qapı, krel, kapot. Köhnə maşın deyil, köhnə maşındır. Dəyişilibsə də məndən qabaq nəsə dəyişilib. Bilmirsiniz. Hə, amma kosmetik işləri var. Kraskası qopur, şüşələrində, ön alın şüşəsində çatlar var, çırtdaqlar var. Amma elə biləm elə də məşaqçılıq eləmir. Yan şüşələrdə vəziyyət necədir? Yaxşı. Əllə mi qalxırlar? Əllə qalxır, ruşnoydular. Su sistemiydi, çördüm.
Dəyişmirsən. Şitin üstü təmizdir, qırıq çat yoxdur ki. Yox. Oturacaqlar dəyişilib. Yaxşı da oturacaqlar. Belə də normal maşındır. Maşında qiymətini deyirik neçəyə? 3600. 3600-ə deyirik. 3200-ə vermək olar. O qiymətə vermək istəmirsən. Amma indirim var. İndirim eləyərik. Əlaqə nömrəsində. 050 861 64 16. Bərdiyə gəlsinlər. Uğurlar arzu edirəm qardaş. Sağ olun, sağ olun. Qardaş xeyirli olsun. Çox sağ olun. 07 maşınınızı satırsınız. Qara 07, elə? Buyurun, məlumat verin. Bilək necə maşındır? İli 2010 6600 deyiliş qiymətdir. Bütün detalları özününkidir. Karobka difer ideal. Mosta səs yoxdur. Bir dənə maşında tək dəyişən detal bu kreldir. Sürücü tərəf ön krel dəyişilibdir. Sol krel, qabaq krel dəyişir. 2010-un maşını. Sizdə nə vaxtdan? Bizdə 5-6 ay. Aformutdum etibarnamədirmi? Birbaşa öz adımıza. Öz adınız olan maşın. Texniki baxış sığortası da var. Bəli var. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirmisiniz? Heç. Elə necə almısınız o vəziyyətdədir? Yuyub sürmüş. Mühərrik deyirsiniz 06-dır. Yaxşıdır mühərrik. Bəli. Yığılıb, yığılmayıb. Yox, yox. Yağ azaltma, səs. Heç bir. Korobkası necə? Yaşayır. Atmağı yoxdur ki. Üçdən bir dənə risk əgər muhtan ayağımızdan çəksə, üçdə bir rəst olur. Amma belə sakit keçirəndə qəşəng ideal. Atmağı yoxdur. Diferi. Difer ulamır. Çək. Səsi yoxdur. Altında vəziyyət necədir? Üstündən qəşəng daha. Zədə yoxdur ki. Heç bir də deyil. Danqrat yerləri salamatdır. Piredokun səsi necə? Səs yox. Çək. Daş kəsəkli yolda sürmüsünüz. Bəli. Təkərlər yaxşı. Bəli, bəli. Təkərlər də normaldır. Dəyişilən bir dənə ön krel. Ön krel. Kraska tam vurulub. Kraska vurulub. Hazırda yoxdur ki kosmetik işi. Kosmetik yox. Ön alın şüşəsində çatı var bir dənə. Biraz sağ. Ha. Şitin üstü yaxşıdırmı? Bəli, yaxşı. Ləkə yox. Yan aynalar necə? Yaxşı. Əllə mi qalxırlar, yoxsa düymədir? Həm necə? Oturacaqlar. Oturacaqlarda Taraflarda süzülmələr görürəm. Hə, hər iki tərəfdə yanlarında süzülmələr var. Aparatura necə? 4 dənə pioner yemiş kolonkadır. 22-50 pioner maqnitofon. Bu da təzəsi, yəni 250 manatda hazırda bilənlər bilir. Belə də normal maşın. Qiyməti neçə deyirsiniz? Qiyməti 6600. Endirmə eləsək Real alıcı olsa yönləşər. 6300. 6500 lira real alıcı olsa. 100 manat endirim. Bəli. Hara gəlsinlər? Tərtər maşın. Əlaqə nömrəsində gəlsinlər. 050 600 44. Allah xeyir versin. Siz də sağ olun. Qardaş xeyirli olsun. Sağ olun qardaş, Allah kömək. Maşınımız Hazar deyirlər, değil mi? Xəzər. Xəzər. Buyurun, məlumat verin. Xəzər Ladadır. 2020-ci ildir. 1.7 motordur. ST-dir. Sizdə nə vaxtdandır? 2024-dən məndədir. Sənədi aformutdum etibarnamədirmi? Yox, etibarnamə Daven ustanın. Etibarnamə ilə işlədir. Evet. Vaxtına var. Vaxtına var bəli. Texniki baxışı, sığortası, Təzə olunubdur. Hamısı 2 ay zadılar. Texnik baxış sığortası hamısı keçmişik. sənədləri yəni qaydasındadır. Hə, sənədlər də hər şey qaydasındadır. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Alandan sonra ancaq xadavoyuna zada pul qoymuşam. Yəni elə bir şeyinə, motoruna zada heç nəyinə pul qoymamışam. Bunların motorun klubu neçədir? 1.7-dir. Benzin oldu da mı? Benzindir bəli. Maşınımız nə qədər sürülüb? 117.000. Motor bilmirsiniz, açılıb, yığılıb, Xeyr, xeyr. əl dəyməyib. Xeyr, 50.000 probektdən məndədir. Onda təzə alınmışdı. Yəni ondan bəri də motoruna zada heç bir problem yoxdur. Yağ azaltma səs yoxdur. Xeyr, deyirsiniz. heç bir səs problem yoxdur. Mexanikadır, korobkası. Bəli, heç Atma sıxıntı- səs. Xeyr, heç bir problem yoxdur. Ön çəkir də bunlarda. Bəli, da. onun qabaq çəkir. Öndə vəziyyət necədir? Peredokda. Yaxşıdır. Bir iki gölləsi işi var, güncülvari işləri var. Qranatdadırmı yoxsa? Xeyr, arxada rezinlər zadları açılıbdır, elə o da yüngülvari işlərdir. Daş kəsəkli yolda səs eləyir, hə? Bəli, bəli, kənd yerində sürülübdür. Yəni Hə. indi ona görə 2 dənə səs gələn yer var, onlar da yüngülvari işlərdir. Təkərləri yaxşı. Qabaq təkərləri təzə almışam, arxa təkərlər biraz gedibdir. Yəni o da yaxşıdır da sürmək olar hələ. Altında zədə yoxdur, polunda. Xeyr, altında da heç bir problem yoxdur. Dəyişilən nəsə varmı? Qapı, Dəyişilən krel, yox, kapotun bir dənə kraskalamışam. Qabiliyyəti. Başqa heç bir şey dəyişilməyibdir. Hər şey zavodskoy özündür. Şüşələri necədir? Şüşələr zadı hər şey yaxşı Şüşə var, eləmi? Bir dənə Ha, burada şüşə. çatlıq var. Burada bir dənə. 2 dənə yan-yana şatda.
Sən orada sat. İşte yaxşı. Yan aynalar düymə ilə. Bəli, hər şey düymə iləndir. Kondisioner varmı? Bəli, kondisioner də var. Hər şey işlək vəziyyətdədir. Aha. Oturacaqlar da düymə ilə. Oturacaqlar da bəli, düymə iləndir. Əlavə də kim sual olsa zəng eləyə bilər, elə? Bəli. Əlaqə nömrəsini deyin. 051 676 46 96. Hansı rayon? Bərdar rayonu. Maşınımızın qiymətini demədik, hə? Maşının qiymətini 8-2 deyirəm. Alan olsa töv verərəm aparat. 8. 8-dən verərəm aparat. 8-dən aşağı düşmək olmayacaq. Hələ ki fikrim yoxdur da. Bəlkə baxar. Əsas o əlaqə saxlasınlar. Bəli, Uğurlar əsas arzu edirəm qardaşım. Sağ ol, Allah kömək olsun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol qardaş, sağ ol. 06 maşını satırsınız. Satırıq. Buyurun məlumat verin. Bilək necə maşındır? O təmiz bez detal maşındır. Rəhləyən yeri var. Ona baxmayaraq İl neçə idi? 88. Siz nə vaxtdan işlədirsiniz? 5 ay olar, 6 ay baxır. Aform etmə etibarnamədir. Etibarnamə. Texniki baxışı, sığortası. 1 aydır keçmişəm ikisində. Etibarnamənin vaxtdan var. Hə, 6 ay var. Hə, lap yaxşı. Yəsi deyir ki, ha vaxt lazım olsa onlayn hər zaman verirəm. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdiniz? Motorun yığdırmışam, 4 təkər almışam. Altına başına baxdırmışam, nə qədər qoyuram. Motorun 16-dır. Motorun 11-dir, yəni qəşəngdir. İlk İndi dəfə hazır- ilk dəfə özüm açdım. Birinci dəfə açılıb. Ha, bir dəfə açılıb. Ha. Yəni maşın bir adamda olmuş maşın olub. Yəni Yağ azaltması səsi. yox, motor deməm, yığıldı hardasa bir ay olar. Heç 2800 sürməmişəm hələ. Yəni deyirəm Yo, problem yo. aradan qalxdı. Problemsiz. Korobkası necə? 4-də öz zavod karabkası. Atmağı səsi yoxdur. Heç bir dənə şey. Heç Difer necə? salamat qəşəng. Səsi yoxdur ki. Heç səs. Polda vəziyyət. Pol elə bil 2010-un maşınında bax elə. Çürüyüb pası Heç bir heç şey. olmayıb. Heç şey olmuyor heç. Danqrat yerləri varmı? Ha, hamısı zavod özünkidir. Nə yaxşı. Peredokda səs-küy var. 1 qramdır. Təkərlər yaxşıdır, təkərlər. 3 gün deyə buna bax bunun təkərin üzün tüklərinə bax. Təkərlər Ha, təzə. 3 gün vurmuş. Dəyişən deyirsiz yoxdur. Yox, yox. 88-dən indiyə. 88 ha. Poçtu 40 il Ha, eləyir. 40. Kosmetik işləri necə? Olar, Qaskalanmış olar da amma. Olar, əhliyyələr ha, rəhmət. Ay niyə qalmaz axı? Kosmetik işi var yoxsa? Yox, yox, takasmetik işi yoxdur, yox. Şüşələr yaxşıdırmı? Qırğı çatı yoxdur ki Yox, şüşələr. hamı söz qabaq parkbez yerində. Aha. Şitin üstündə çatı var. Yəni sürücü o tərəfdə. olmalıdır. Oturacaqlar O biz yaxşı. sən niyə dəyişmədik? Yeri açmayaq da tərpənməsin yeri. Hə, Onu açanda buradan bu bura enlənir. Pis görsənir. O enlənmə ondan olur. Hə, bir dənə bu Honda-dən. O zavod bağladığı ilə o yaxşı alınmır. Oturacaqlar yaxşıdırmı? Öz zavod götürəcəklər. Deyə burada bax, bir görükür də burada. Bax buna. O qara var, bax. Hə, hə. Öz o, hə, zavod qarası deyə burada. Nə gözəl. Hə. Sükan da özününkidir, hə? Ha, rol da özününkidir. Maşınınızın qiyməti neçə? Maşının sonu 4800 manat. Pulalan. 4800 manat sonudur. Hansı rayondadır? Ağcabəli sülü. Əlaqə nömrəsini deyin. 050 574 0607. Allah xeyir versin. Allah sağ ol, çox sağ olun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Mercedes C-Class. 1.8 motor. Buyurun, məlumat verin. Bilək necə maşındır? 799'dur, 1.8 motordur. Maşın zavoddur, hiçbir problemi yoktur. Tekerine kimi təzədir. Nə vaxtdan sizinkidir bu maşın? Maşın 2-3 ay olar ki bizdədir. Alıb satırsınız? Bəli, bəli. Allah çörəyinizi yetirsin. Sağ olun. Əsas odur, məlumatlar düzgün olsun, maşınımız yaxşı Maşın maşın ilə qansıdır olsun. qardaş, harda ürəyə istir yoxlada bilərsiniz. Nəsə xərc çəkmisiniz mi maşınınızı alandan sonra? Alandan sonra biraz kosmetik işlərini görmüşük. Belə vuruğu, dar maşına qətiyyən yoxdur. Sənədləri necə? Sənədlər hamısı qaydasında, texs motor sığorta 1 illikdir. Davernosunda vaxtına 11 ay qalır. Mühərrikinə baxdırmadınız? Məhər 2 saat kimi. Benzindir də 1.8 Bəli, benzin mühərrik. Yağ azaltması, 100% səsi yoxdur. 441 min göstərir. Radno öz probektdir. Motor yaxşı eləmi? Korobkası necə? Korobkası elektron korobkadır, vurma, gecikmə yoxdur, diferində səs yoxdur, xadavoyda saz vəziyyətdədir. Altında zədə yoxdur, polunda. Altında heç Çürüyüb pası. Planka yəni gedə bilməz. Peredokda səs-küy deyirsiz yoxdur. Təkərlərdə normalını, Təkərlər təzədir. təzə 10 gündən təkər. qabaqlı. Dəyişilənlər, qapı, Dəyişilən detal kril, yox. kapot, Hat bilesinə kimi özünki. hamısı zavoddan gələnləridir. Kraska vurulub amma Ha, deyirsiz. kraskolam. Kosmetik işləri yoxdur ki indi hazırda. Yox, hal-hazırda yoxdur. Şüşələr təmiz, qırğı çatı yox. Neyse. Dördündə də düymə gördüm yan aynaların. Bəli, bəli, 4 podium. İşləyirlərmi? Bəli, bəli, sidenyo qızdıran da işləyir. İştin üstü təmiz, oturacaqlar da təmizdir. Zırığı söküyü istədir. Kondisioner demədik. Buz kimidir qardaş. Kondisioner də yaxşı. Belə də maşınımız yaxşı maşındır. Qiyməti neçədir? Qiyməti 12 yarıma deyirəm, real alıcı aşağı var.
12-dən aşağı düşmək olacaq, yoxsa son fikir 12-dir? Son fikir 12. Hansı rayondasınız? Ağcabədi. Əlaqə nömrəsini deyin. 051 719 72 72. Allah xeyir versin. Sağ olun. Siz də sağ olun. Əmi xeyirli olsun. Sağ ol. Allah köməyiniz olsun. Maraqlı maşın gətirmisiniz bazara. Bəlkə də birinci dəfədir belə maşın gəlir bura. Çox azdır bunlar Bakıda. Azərbaycanda Dodge markalı modeldir. Həmin Amerikan maşını. Amerikanın özü istehsal eləyir, özləri üçün. Özləri üçün istehsal edir. 2.7 benzin motordur. İli neçədir? 2002-ci il. Siz nə vaxtdan işlədirsiniz? Bu xeyli vaxtı bizə, 1-2 il var. Heç problemsiz maşındır. Öz adınıza format olunan maşındırmı? Yox. Amma oğlunun adındadır. Yəni ki, problemsiz maşın. Bir illik etibarnamə vermək olacaq. Bəli, istənilən var. Lap yaxşı. Siz nə vaxtdan götürmüsünüz? Mən elə 3 ildir dəyişirəm də da verirsin. Hə. 3 ildir maşın sizdədir. Şuradan problem yoxdur. Hansı rayonda işlədirsiniz? Baş şəhərdə. Ehtiyat hissələrini tapmaq olurmu? Bəli, bəli. Bunu xarab olan deyil, vəbşi maşının yağına yaxşı qulluq eləsən. Yəni orada göstərilir də yağ dəyişməyin vaxtı, hansı yağı töksən. Yaxşı qulluq eləsən mən bunda elə bir narahatçılıq görmürəm. Nə qədər xərciniz çıxıb 3 il içərisində buna? 200 manat, ancaq yağını dəyişmişəm. Bir də akkumulatoru dəyişmişəm. Onlar təbii ehtiyaclardır, olmalıdır. Yəni başqa bunda elə bir şey heç nə yox. Motordakı 2.7 benzin motor. Bəli. Yağını Motorun yığmadınız. Yığdırmamısınız ki? Yox, 173 mil cəmi probek var. Millə də amma probekdir. millə. Kilometr deyil bunlarda. Kilometr deyil, milləndir. Göstərdi də millə. Motor yaxşıdır. Bəli. Yağ azaltmaz, Əla səs. vəziyyətdədir, əla. Korobkası? Motor, əla vəziyyətdə. Korobkası mexanikadır amma. Avtomat. Yoxsa avtomat? Bəli, Hə. avtomat korobkadır. Gecikməsi vurması yoxdur ki. Heç bir şey yoxdur. İdeal maşındır. Arxa çəkirmi bunlardan? Yox, qabaq çəkən. Ön çəkən Ön maşın. çəkən maşındır, kondisioner işləyir, klima kontroldur. Arxa görmə kamerası, nə bilim, maqnitofonu özünün üstə gələndir, ha. Öz zavoddan gələn. Öz zavoddan gələndir, şeyləndir də, o üstdən telefonu qoşuna versən var. Peredokda vəziyyət necədir? Yaxşıdır. Qranatlardan səs eləyəni yoxdur ki. Yox, yox, yox. Altında Altı tərtəmiz. çürük, pas. Heç nə yoxdur. Maşın zavodu maşındır. Özüm sürmüşəm, şəhərdə sürmüşəm. Ön təkərlər yaxşıdır, arxalar zəif, yoxsa hamısı eynidir? Yox. Arxa ilə ön təkəri arxa biraz zəifdir, amma yaxşıdır. Bəli, istifadə eləmək olar. Dəyişilən nəsə varmı? Qapı, krel, kapot. Yox, yox, heç bir detal dəyişilməyib, kraskalanmır. Zavod kraskasıdır. Bəli, bəli, zavod kraskası. Kosmetik işləri var, yoxsa yoxdur? Heç bir şey ehtiyac yox. Ön alın şüşəsi çatlayıbdır. Bir dənə hə, patresində biraz çat var, o da ki, Tapmaq olacaqdımı bunun hə, patresi? hə, tapmaq olur. Yan aynaların dördü də düymə iləndir. Hamısı, bəli, İşləyirlər yəqin ki dördü də. hamısı da işləyir. Hə. Şitində yoxdur ki ləkə. Şiti təmizdir elə bilirəm. Hə, yox, bir yerində çatı var. İki yerində çat var arxa hissədə. Bax, deyir burada çat. Hə, hə, bu da o şitdə üstüdən zaten olur. Oturacaqları parçadır, amma elə bilirəm təmizdirlər. Eləmi? Cırıq sökük yoxdur. Düymə ilə idarə olunurdu. Oturacaq da. Hə, maşınımız belə də funksional maşındır deyəsən. Hə? Funksional maşındır deyirəm. Əlavə də kim məlumat almaq istəsə sizlə əlaqə saxlasın. Bəli, bəli. Əlaqə nömrəsini xatırladın. 077 507 0145. Maşınımız neçə deyirsiniz? 6500-ə. Çox ucuz. Endirim də eləyəcəyik. Ha, biraz endirim olacaq. 6000. Allah xeyir versin. 6000-ə nəqdi verər. Hara gəlsinlər? Bakıya mı? Yoxsa rayondasınız? Bugün yox, bu sabah gedəcəm Bakıya. Bugün elə bura işim vardı, ona görə gəlmişdim rayona. Lap Bugün yaxşı. Axşam buradayım, sabahları qayıdacağam. Uğurlar arzu eləyirəm. İnşallah elə bu günləri bunu da satıb gedərsiniz. İnşallah, inşallah. Sağ ol. Sağ olun, siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ olun, Allah razı olsun. Allah sizə can sağlığı versin. Təşəkkürlər. Maşınımız Hyundai Sonata. Bəli, Hyundai Sonata il 2010 servis maşını. Azərbaycanın özündə satılandı. Bəli, bəli, servis maşını Azərbaycanda satılandı. 2.4 motordur, 2-nin yağına sosu qoydu. Yığılır, yəni yağ azaltması, korobkasında problem, heç bir şey problemi yoxdur. Maşınımız da 300 min sürülüb. Bəli, 300 min sürülür, bəli. Nə vaxtdan sizinkidir bu maşın? 5 ildir məndə. Aformut deyəqin ki öz adınıza. Bəli, bəli, bəli. 5 il içərisində xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Motoru yığdırmışam. Yəni motor ümumiyyətlə sıfırdan yığılır. Nə qədər vaxt İki-nin yığılıb? yağına sosundan. 28 min kilometr yol sürmüşəm.
yığılandan sonra. Bəli, bəli, yığılandan sonra. İndi problemləri həll olundu mu? Bəli, heç bir problemi yox. Yağ azaltmadır, Heç səsdir, bir. motor yaxşı. Bəli, 7000 kilometrdən bir də yağ dəyişilir. Yəni 1 qram nədə yağ azaltması yox. Ötürücülər qutusu, korobkası. Heç bir problemi yox. Gecikməsi, vurması yox. Heç bir gecikməsi, vurması yox. Perodokda vəziyyət necədir? Perodokda vəziyyət əla. Qranatların səsi yoxdur ki. Təzə yığılır. Təzə qoyulur. Daş kəsəli yolda səs-küy yoxdur. Heç bir səsi, küyü yox. Təkərləri amma zəiflətmisən. Təkərlər vəziyyəti, təkər lazımdır. Yəni bu göz qabağındadır. Görünür ki, yəni 4 dənə təzə təkər lazımdır. Altı necədir? Zədəsi yoxdur kolunda. Xeyr, xeyr. Dəyişilən qapı, kril, kapot. Heç bir dəyişilən bütün şüşələrin kodları hamısı yerbəyerdir. Yəni vuruğu, udarı olmayıb maşınımızın. Hey. Kraska vurulubdu. Bəli, müəyyən hissələrində var, amma çox hissəsində yəni yoxdur. Zavodun kraskasından var hətta. Hə, nə gözəl. Şüşələri də ki təmizdir elə biləm. Bəli. Qırıq çat yoxdur ki. O Xeyr, birisi xeyr. tərəfdən nədir? Ləkədir mi? Ləkədir. Hə, ləkəsi var. Panoramik şüşədir. Hə, luku da Bəli, açıqdır. bu açıq işləyir, kondisioner işləkdir. Yan aynaların dördü də düymə iləndir, Bəli, eləmi? bəli. Dördü də işləyir yəqin ki. Dördü də işlək Hə, vəziyyətdədir. nə gözəl. Maşınınızın içərisi. İşin Salonu- üstündə yoxdur ki zədə. Xırda çxol var. çatlar var, xırda çatlar var. Çxol qoyulub deyə görmürük. Bəli, Oturacaqlar parçadır yoxsa dəri? Dəri salon olub yoxsa? bəli. Həm parça, həm dəri. Hə, qarışıqdılar. Bəli, bəli. Biraz yeyilmələr var elə Biraz bilməm. əl gəzdirmək lazımdır. Belə də maşınımız funksional maşındır, monitoru var. Bəli, bəli. Arxa kamerası var. Əlavə kimin nəsə sualı olsa yəqin ki sizinlə əlaqə saxlaya bilər. Tamamilə doğru, bəli. Əlaqə nömrəsini xatırladın. 051 719 35 16. Maşınımızın qiyməti neçə? 16500 deyilir. Real alıcı ilə razılaşdıq. 15500 sayan olsa Gəlsin. hansı rayona gəlsin onu deyim bizə. Yevlax rayon Xaldan qəsəbəsi. Uğurlar arzu edirəm Çox qardaş. sağ olun, Allah razı olsun. Allah sizi var etsin. Siz də sağ olun, təşəkkürlər. Qardaş xeyirli olsun. Çox sağ ol. Maşınımız Opel. Opel Astra. İli 2005. Karovka, 1.3 karovka, 6 karovkadır. 1.3 dizel, 6 karovka. Önə 6 skorusda eləmi? Aha. Hə, nə gözəl. İli neçədir? İli 2005. Sizdə nə vaxtdandır? Başda 2 ildir bizdədir. Aformutdum, etibarnamədirmi? Etibarnamə ilə. Amma yəni öz tanışımızın adına. İstədiyiniz vaxt ala bilirsiniz. İstədiyimiz vaxt. İndi alıcıya 1 illik vermək olacaq mı? Olar. Yoxsa sizdə nə qədər qalıbsa onun arxasın? İstənilən kimi eləmək olar. Necə istəsə eləyirik. Texniki baxış sığorta. Hamısı təzə keçirilibdir. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirmisiniz? Kondisionerin radiatorunda problem var idi. Onları dəyişmişik. Qabaq iki təkərini dəyişmişik. Elə bu qədər. Mühərriki yığdırmadınız. Xeyr, elə özü əla vəziyyətdə. 560 min göstəricimiz probyekti. Aha. Yağ azaltmadır, səsdir, Heç bir mühərrikdə. şey. Heç bir şey. Mühərriki yaxşı. Korobkası mexanikadır deyirsiniz, altı da önədir. Korobkada problem yoxdur ki. Xeyr. Perodokda, ön çəkən maşında bunlar, qranat var bunlarda da. Hər biri yerli yerində qəşəng vəziyyətdə. Səsi köyü yoxdur ki. Xeyr. Daş kəsəli yolda sürmək olur. Aha, düz. Təkərlər necə, normaldır? Yaxşıdır, Təkərlər yaxşıdır. 6 polu, çürüyü, pası, Heç zədəsi, bir şey yoxdur. dəyişiləni, qapı, kril, kapot, Dəyişilən arxa qabaq kuferlər olur. kuferlər dəyişilib ancaq. Kapron hissələr. Qalan hamısı özünün zavoddan gələnləridir. Aha. Kraskalanıb amma maşınınız, tam kraskalanıbdır. Kosmetik işi var hazırda. Hazırda qabağında azlana kosmetik işi var. O da Hansı hissədədir? Ha, kril hissəsindədir, kaprondadır o da yenə. Arxada yoxdur ki zədə. arxada yox. Hə, maşınımızın şüşələri ön alın şüşəsində çıtdaqları var. Üç yerində. Şitin üstü təmiz. Yan aynalar düymə iləndir. Xeyr. Əllə qalxır. Fırlamadır, yəni uruşqadır. Hə, hə. Hə, dördü də. Yoxsa yox, önlər düymə iləndir. Önlər düymə iləndir. Hə, bunlar arxalar- deyirsən, arxalar fırlama ilə, önlər düymə ilə, Hə, padyonla. hə. Oturacaqlar. Oturacaqlar normaldır, Hər parça biri salondur. qaydasında. Kondisioner deyirsiz işləyir. İşləyir. Belə də maşınınız normal maşındır. Əsas qiymətidir. Qiyməti də o tərəfdə. 9,5. Son yeri 9.000. 9,5. 500. Aha. Endirim eləməyək. Son yeri 9,5-dır. Dizel. Dizel mühərrikdir. 1.3 idi elə mühərriki. Hə, endirim eləsəydik 9-a desəydik heç olmasa bir alıcılar da görərdik nə deyir.
İndi alıcı olsa qiymətdə danışıb razılaşmaq. Zəng eləsinlər, eləmi? Telefon nömrəsini deyin. 051 676 3005. Hansı rayon? Bərdə rayon. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun.